Hər kəsə hər vaxtınız xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynura Fətəliyeva. Bugündən etibarən artıq riyaziyyatdan test toplusunda yeni sual nümunələrinin izahını verəcəm sizə. Və bugün də biz natural ədədlərdən, yəni yeni test toplusunda natural ədədlər bölməsindən yeni bir sual tipinin izahına baxacağıq. Baxmayaraq ki, orada asan suallar da var, çətin düşündürücü suallar da var. Fərqi yoxdur, mən hər birinin izahını sizlər üçün bu şəkildə bir-bir çəkəcəm. Sualımız nədir? Deyir ki, A və B natural ədədləri üçün C bərabər A-5 vurulsun 3B plus 1 tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. Baxın, bizdə A və B ədədləri natural ədədlərdir. Və əgər C də hər hansı bir ifadəyə bərabərdir və C ədədi də əgər bu ifadə tək qiymət alırsa, onda biz belə başa düşürük ki, C ədədi də natural ədəddir. Çünki biz bilirik ki, yalnız natural ədədlər tək və cüt ola bilər. Yəni artıq buradan belə bir nəticə çıxardıq ki, ABC daxildir böyük ənə. Yəni ABC natural ədədlər çoxluğuna aiddir. ABC natural ədədlərdir. Bizdən də AB hasilinin ən kiçik qiymətini soruşur. Gəlsə, biz AB-ni nəyə görə müəyyən edirik? Yəni bizim ipucumuz nədir? Gəlin ona baxaq. Biz AB-ni təyin edə bilərik buradakı C bərabər bu ifadədən. Gəlsə, baxın, burada iki dənə möhtərizənin hasilindən söhbət gedir. C bu vuruqların hasilinə bərabərdir. Biz bilirik ki, əgər C tək ədəddirsə natural ədəddir və bu ifadələrin hər birinin qiyməti natural olmalıdır ki, onların hasili də natural olsun. Siz bilirsiniz ki, natural ədədlərin hasili, cəmi və qüvvəti natural ədəddir. İndi A-5 ifadəsi natural olmalıdır və AB hasilinin də mən əgər ən kiçik qiymətini tapmaq istəyirəmsə, deməli A-ya minimal elə bir qiymət verməliyəm ki, həm A ən kiçik olsun, həm də ki, bu ifadə, bu möhtərizənin içərisindəki verilən çevrilsin natural ədədə. Biz də bilirik ki, minimal olaraq A-ya 6 verə bilərik. Çünki 6-dan kiçik bir ədəd versəm, artıq orada mənfi yaranacaq və mənfin də nə isə vursam natural ədəd etməz. Ona görə də A-nın ən kiçik minimal qiyməti 6-dır. Deməli, bizdə ifadə hansı formaya düşəcək? 6 minus 5 vurulsun 3B plus 1. Yəni, indi biz təyin edək nəyi? Təyin edək 3B plus 1 ifadəsini. 6-dan 5 çıxanda 1 qalır. 1 də zaten nəyi vursaq elə öz edər. Gəlsə, bizdə AB hasilinin ən kiçik qiymətini soruşur. Tez düşünərsiniz ki, müəllim, bu ifadəni də naturala çevirmək üçün B-yə ən kiçik 1 verə bilərik. Çünki ən kiçik natural ədəd 1-dir. Amma uşaqlar, biz əgər B-yə 1 versək, bu 1-i yox elədim. 3-ü mən 1-ə vursam, üstünə 1 gəlsəm, nə verəcək mənə? 3 dəfə 1, 3, üstə gələk 1, 4. Və yekunda 1-i də 4-ə vursam, mən C üçün cüt ədəd alaram, 4 cüt ədəddir. Amma mənə deyir ki, bu ifadə nədir? Tək. Yəni, C-ni təkə çevirmək lazımdır və B-nin də bir qiymətində bu ifadə tək olmadı. Onda gəlin biz 1-dən sonra ən kiçik natural ədədi B üçün verək. 1-dən sonra da ən kiçik natural ədəd hansıdır? 2. Olacaq 1 vurulsun, 3 vur 2, üstə gələk 1. Bilirik ki, 3-ü 2-yə vuranda olur 6. 6-nın üstünə 1 gəlir, birinci möhtərizənin içi 7. 7-ni də 1-ə vursaq, yekunda C-nin dəyərli qiyməti nə olacaq? 7. Və doğrudan da 7 tək ədəddir. Yəni, biz A üçün 6, B üçün 2 verəndə C-nin qiyməti tək oldu və AB hasilinin də ən kiçik qiymətini tapmış olarıq. Çünki biz bu şərti ödəyən A-nın da B-nin də minimal qiymətlərini götürdük. Bizdən də AB hasilinin qiymətini soruşur. AB hasili A-mız 6, B-miz 2-dirsə, deməli yekunda AB hasilinin qiyməti 12-dir. Yəni sualın doğru cavabı 12 olmuş olur. Belə bu sualın izahı da burada yekunlaşdı. Ümid edirəm ki, sizin üçün aydındır. Əgər aydın olmazsa mütləq rəylərdə qeyd edib, mən sizin üçün yenidən izah edim. Belə növbəti videolarda görüşmək ümid edirəm.